keçi dişlərin danışmasından. Bizim 3 cür dişimiz var. Kəsici dişlər, köpək dişlər və azı dişlərdən ibarətdir. Uşaqlar, biz bilirik ki, 6-7 ayından başlayır, bizim uşaqların ağzında dişlər çıxmağa başlayır. Nə çıxır? Dişlər. Buna deyirlər süd dişləri. Və bizim 4 dənə ağzımızda, uşaqların ağzında 4 dənə kəsici diş olur. Nə olur? 4 dənə kəsici diş olur. Və 4 dənə kəsici dişdən sonra olur nə? 2 dənə köpək dişi olur. Nə olur? 2 dənə köpək dişi. Və bir də nə oldu? 4 dənə kiçik yazı dişi. Nə oldu? 4 dənə kiçik yazı dişi oldu. Mənim çəkdiyim nə idi? Alt çənə idi. Bu dişlər alt çənə ilə yanaşı həmçinin də 3 çənədə olacaqdır. Nə oldu? 3 çənədə. Demək bizim alt çənəmiz nə diş oldu? 4 dənə kəsici dişlər, üstə gəl 2 dənə köpək dişi, üstə gəl 4 dənə kiçik yazı dişi. Onda cəm neçə eləyəcək? 20 diş. Kimlərdə? Süd dişlərində. Yəni uşaqların ağzında olan süd dişlərinin sayı nə oldu? 4 kəsici, 2 dənə köpək və 4 dənə kiçik yazı dişlər neynədir? Süd dişləri oldu. Sonra ancaq 6-7 ayından başlayır. 6-12 yaşa qədər süd dişləri çıxır. Sonra zamanla bunlar tökülür, daimi dişlərlə əvəz olmaya başlayır. Yəni daimi dişlər artıq tökülsə daha tökülür, yəni düzəlməyən dişlərdir. Daimi dişlər artıq çıxmağa başlayır. Daimi dişlər çıxanda bunlar töküldü, təzədən bir də çıxır. Təzədən çıxanda artıq bunların böyründə eyni dişlərlə yanaşı bir də nə çıxır? Böyük azı dişlər çıxmağa başlayır. Nə çıxır? Böyük azı dişlər çıxır. Burada nə oldu? Böyük azı dişlərimiz çıxmağa başladı. Onda tutdur. Nə oldu? 4 kəsici diş, üstə gəl 2 köpək dişi, üstə gəl 4 kiçik azı dişi, üstə gəl 4 böyük azı dişidir. Bu nə zamandır uşaqlar? Ağıl dişi çıxmayandan əvvəl. Nə zaman? Ağıl dişi çıxmayandan əvvəl. Yəni 16 yaşa qədər olan uşaqlarda ağıl dişi çıxmır. Bu zaman nə olur? Ağzında olur 28 dənə diş. Ağıl dişi çıxandan sonra uşaqlar, ağıl dişi də növünə görə nə olur? Böyük azı dişinə aid olur. O da böyük azı dişidir. Bu isə 16-17 yaşından sonra çıxan dişdir ki, olur ağıl dişi. Bu zaman mən ağıl dişini də əlavə eləsəm, bura artıq 4 yox, 6 yazıram. Çünki necə? 1, 2, 3 burada, 1, 2, 3 burada, eləyir 6. O zaman düstur nə olacaq uşaqlar? 32 dənə diş olacaqdır. Yəni ağıl dişi çıxandan sonra ağzımızda olacaq 32 dənə diş. Uşaqlar, indi belə çox suallar düşür. Hansı dişlər, hansı dişlərlə qonşudur? Uşaqlar, bu il artıq ağıl dişi çıxandan sonra olan ağzımızda olan 16 sənədə 16 diş 3 sənədə olur. Olur ağzımızda 32 dənə diş. Onu deyim ki, uşaqlar, bizim alt sənə sümüyümüz 1 dənədir, 3 sənə sümüyümüz 2 dənədir. Sənə desək ki, alt sənə sümüyündə neçə dişim var? Deyirsən 16 dənə. Amma 3 sənə desən, mən 16 dənə demirəm. Çünki 3 sənələr sümüyüdür. 3 sənə dediyinə görə bunu da bölürəm yarıya. 8-i eləyir sağ sənə sümüyüm, 8-i eləyir sol sənə sümüyümə aid olur. Oldu. İndi yenə alt sənə sümüyündə mənim 4 dənə hansı dişim var uşaqlar? Bu nə dişlər idi? Kəsici dişlər. Kəsici dişlərdən mən sənə sual versəm, hər iki tərəfdən yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı nə qədərdir? Uşaqlar, bu ancaq ortada olan 2 dişi götürəcəm. Çünki bu dişlər sağdan da özünə birləşir, soldan da özünə. Sağdan da özünə birləşir, soldan da özünə. Amma bu sonuncu olan kəsici dişlər bir tərəfdən köpək dişinə birləşir, bir tərəfdən öz diş növünə birləşir. Ona görə də sənə sual versə, hər iki tərəfdən öz diş növü ilə birləşən diş deyəndə kəsici dişlərdən nəyə götürəcəm? İkisini. Köpək dişləri elə hər tərəfdə bir dənə olduğuna görə heç bir tərəfdən öz diş növü ilə nə deyil? Qonşu deyildir. Kiçik yazı dişləri burada 2 dənə idi, burada 2 dənə idi. Yetkin insanda kiçik yazı dişləri hər iki tərəfdən öz diş növü ilə qonşu deyil. Çünki bir yazı dişi bir tərəfdən köpək dişinə, bir tərəfdən özünə qonşudur. Bu dişi bir tərəfdən özünə, bir tərəfdən isə böyük yazı dişinə qonşudur. Oldu uşaqlar, belə. Amma böyük yazı dişim əmələ gəlib və ağıl dişim çıxıbsa, ağıl dişim çıxmasaydı, bu zaman hər iki tərəfdən öz diş növü ilə qonşu deyirsə, hər iki tərəfdən deyəndə, bu mənim böyük yazı dişim bu tərəfdən özünə qonşudur. Amma bu tərəfdən heç nəyə qonşu deyil deyə, elə ancaq öz diş növü ilə qonşu sayılır. Amma ağıl dişi çıxandan sonra burada ortadakı hər iki tərəfdən özünə qonşudur,
sonda olan azı dişim isə bir tərəfi boşdur, bir tərəfi özünə qonşudur. Ona qədər nə olur? Ancaq öz diş növü ilə qonşu olur. İndi bizim alt çənəmizdə yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı nə oldu? Buradan ikisini götürürəm, buradan bu ikisini, buradan bu ikisini. Demək, 6 dişim üst çənəmdə, 6 dişim alt çənəmdə cəmdə, yəni bir yerdə 12 dişim yalnız öz diş növü ilə nədir? Qonşudur.